Bütün peşəkarlığa və cəhdlərinizə baxmayaraq, əlinizdən heç nə gəlmədiyi bir an olubmu? O an sizə həyatı necə tanıtdırdı? Yaxşı, bir hadisədə danışacağım, bu da xəstə ilə bağlıdır. Bizim əmizadələr, əzim əmim var, Şirinov əzim, atamdan böyük qardaşıydı. Allah rəhmət eləsin, indi rəhmətə gediblər. Onun böyük oğlu var, Məzahir, indi də durur. Məzahirin 70-dən artıq yaşı var. O bir dəfə gətirdi, həyat yoldaşını mən bir yol əməliyyat eləmişdim. İkinci dəfə bir hardasa 5 ildən sonra bir də gəldilər. Qarın boşluğunda əməliyyata girmişdim ki, ona kömək edeyim və əməliyyata girdim ki, artıq bunun deməli qarın boşluğunun hər yerinə xərçəng toxunması metastaz veribdi və inoperabil bir vəziyyətdir, heç nə eləmək mümkün deyil. Mən o xəstəni əməliyyat eləyə bilməyib çıxandan sonra əmim oğlunu görüb, onu qucaqlayıb hönkür-hönkür ağlamışdım. Məsələn, o qədər də düşünmürdü. Məndən soruşur ki, əmi oğlum, niyə ağlayırsan? Deyirəm ki, bəs sən hələ düşünmürsən ki, gələcək nə tər olacaqdır. Sən bir müddətdən sonra həyat yoldaşını itirəcəksən. Doğrudan da bir müddətdən sonra onun həyat yoldaşını itirdi və yoldaşsız qaldı və hesab edirəm ki, hər bir kişi üçün həyat yoldaşını itirmək elə yetim qalmaq kimi bir şeydir.